zərf hərəkətin müxtəlif istiqamətdə izahını verir, müxtəlif. Hərəkətin tərzini bildirir, zamanını bildirir, yerini, bir də miqdarını. Hərəkət də qlaqoldur da, движение, действие. Действие hərəkətdir, qlaqoldur. Bunu müxtəlif istiqamətlərdə izah edilir zərf. Zərfin işi nədir? Hərəkəti izah edilir, məlikədir. Deməli, ona görə də 4 yerə bölünür. Tərz hərəkət, yer, zaman və miqdar. Miqdar sözü say deməkdir də, say sözü ilə sinonimdir. Tərz hərəkət zərfi necə, nə cür və nə tərzdə suallarına cavab verir. Yəni, как. Как это делаешь? Sən bunu necə elədin? Necə bacardın? Elə başa düşün. Yer zərfi, deməli, tərz hərəkət zərfindən bir söz deyil, uşaqlar. Bu mütləq feilin yanında olmalıdır. Mütləq. Məsələn, bəzi izahları biz deməliyik ki, bu, belə deyək də, müəllimin özünün giriş-çıxışıdır da bir mövzuya. Çünki kitab bunu belə lore kod verə bilməz. Kitab bunu deyə bilməz, mütləq feilin yanında olmalıdır. Amma bu feilin yanında olmazsa, biz bunu hansı nitq hissəsində dəyişik sala bilərik? Sifətlə. Siz də sualı indi daxil. Amma sifətdə hansı sual var? Bunda yoxdur. Hansı sualı yalnız sifətdir. Deməli, bu sifətlə dəyişik salınmaması üçün nəyə yanında olmalıdır? Feilin. Məsələn, yaxşı oxuyur. Yaxşı bilir.